Salam, necəsiz? Mən gəldim, özünə gəldim. Yenə başlamışam, əlimi almışam bu maçalkanı. Əl çəkmirəm bu maçalkadan, demişəm. Mən öləcəm, sən ölməyəsən, narahat olma. Sən qoymaram ki, pis günə qalıb zibilliyə düşəsən. O şey, bununla yenə başlamışam qabları yuyub kuxlanı təmizləmək. Onsuz da ki, mənim günüm burada keçir. Qar yağdı mı, yağmadı mı, hardan gəldi, hara getdi, heç ondan da xəbərim olmur. Nəysə, beləcə yığış edək də günümüzü keçirdirik. Nə edək, nə yeyək, nə araq heç özümüz də bilmirik. Axşama nə pişirək, axşamı yedik, gün ortaya nə edək, gün ortanı yedik, gələn sabaha nə edək. Nəysə, həqiqətən də çürümüşəm, özdə nə çürümüşəm. Amma çürüsəm də qızlar, bunu deyim ki, sizə mən bekar oturmuram, evdən çalışıram. Ömrümüzdə sadəcə cəmi cümlətanı 2 manat yatırım edərək və 2 dəvətli xanım gətirərək pul qazanıram. Siz də qazana bilərsiniz. Komandama qoşulan hər kəsə 100% dəstək olacağam. 100% dəstək olacağam demişəm. İnanın ki, həqiqətdir. O firmalarda vaxtınızı itirməyin. Hər ay məhsul almaq, məhsul satmaq, ümumiyyətlə məhsul yoxdur burada. Və bunu deyim ki, cəmi 2 manatı ömrünüzdə bir dəfə ödəyirsiniz və qoşulmaq istəyənlər plus ata bilər. Gördüyünüz kimi qızım da maşallah ağıllıdır. Qoymuşam öz başına oynayır, maaşaya baxır. Mən də kuxnada işimi görürəm. Gəlirəm üstün falan da yığışdırıram qızlar. Demək olar ki, evdə bütün işləri mən gördüyümə görə həqiqətən də çətindir. Amma nə qədər çətin olsa da mən evdən oturub pulumu da qazanıram, öz pulumu qazanıram. Artıq komandamda 15 gündür ki çalışırıq. 7 nəfərdən çox xanım pul qazanıb. Siz də qazanmaq və qazandırmaq istəyirsinizsə qoşula bilərsiniz. Burada maaş deyil, gündəlik qazancdır. Hər həftə qazana bilərsiniz. Qazandığınız pulu da anında çıxarış edirik, veririk. Kim istəyirsə yenə də deyirəm, plus atsın və yaxud da nömrəmi qoyacağam.